Qarşısı alına bilən münaqişə. Koordinatorun şəxsi otağında orta əsrlər icadı divar sobası var idi. Əlbəttə, orta əsrlərdən adam gəlsəydi, adət etdiyi divar sobasından əsər əlamət görməyəcəkdi. Çünki bu daha çox dekorasiya xarakteri daşıyırdı. Sakit alov oda davamlı asbestlə əhatələnmiş kvars şüşələrin arxasından sakit-sakit dilimlənirdi. Sobada yanan oduncağı alışdıran enerji şüaları eyni zamanda bütün şəhəri enerji ilə də təmin edirdi. Eyni düymə sayəsində həm kamində alovun külü təmizlənir, həm də içəri odun verilirdi. Bir sözlə, bu ən rahat, səssiz, dekora xüsusi bəzək verən təsəvvür olunmaz dərəcədə gözəl soba növü idi. İçində isə əsl alov şölələnirdi. İdeal şəkildə hazırlanmış şəffaf şüşənin arxasından qaynar odunların necə çırtıltı ilə yandığını, alovun havanı dilim-dilim yararaq necə rəqs etdiyini görmək olardı. Koordinator sobanın düz qarşısında əyləşmişdi. Alovun əsrarəngiz rəqsi eynəyinin qalın şüşəsində də yansıyırdı. Od nəinki onun eynəyinin şüşəsində, düşüncələrə qərq olunan dalğın gözlərində də əks olunurdu. Eyni alov dilimlərini ABŞ robotları və mexaniki adamlar şirkətindən gəlmiş qonağı Dr. Susan Kelvin'in gözlərində də görmək olardı. Koordinator dedi: "Yəqin ki, artıq başa düşürsünüz. Mən sizi bura təkcə ictimai problemlərdən bəhs etməyə çağırmamışam." "Əlbəttə, Steven. Və hələ də bilmirəm problemi necə çatdırım. Bir tərəfdən mənasız bir şeydir, digər tərəfdən burada bəşəriyyətin taleyi həll olunur." "Steven, bilirsən, mənə bu qəbildən olan problemlərlə nə qədər müraciət gəlir, artıq bütün bu problemlərin eyni olduğunu düşünürəm." "Həqiqətənmi? Eləsə bu problemi həll etməyə çalışaq. Dünya Polad Tökmə şirkəti məlumat verir ki, 20.000 ton artıq məhsul istehsal olunub. Meksika kanalının hesabatında isə 2 aylıq geriləmə müşahidə olunur. Almadendəki civə mədənləri keçən yazdan bəri məhsul qıtlığı ilə üzləşib. Dianszindəki hidrofonik plantasiyalarda isə işçilər ixtisara düşür. Mən indi ağlıma gələn hadisələri misal göstərdim, amma belə faktlar sadalamaqla bitmir." "Bu problemlər nə dərəcədə ciddidir? Mən ki, iqtisadiyyatçı deyiləm, belə məsələləri nəticələri haqqında mühakimə yürüdə bilmirəm." "Ayrı-ayrılıqda təhlil edəndə o qədər də ciddi deyil. Əgər vəziyyət daha da pisləşsə, Almadənə mədən mütəxəssisləri göndərilə bilər. Tianszindəki işdən çıxarılmış hidroponik mühəndisləri Yava və ya Seylona göndərmək olar. 20.000 ton artıq poladın da ziyanı yoxdur. Dünyanın polada olan ehtiyacını bir neçə gün təmin edə bilər. Meksika kanalı planlaşdırıldığı vaxtdan 2 ay sonra açılsa da olar. Məni narahat edən maşınlardır. Bu haqda tədqiqat şöbənizin rəhbəri ilə danışdım. Vincent Silverlə, o bu haqda mənə heç nə deməyib. Əslində mən ondan xahiş etmişdim. Bu söhbət aramızda qalsın. Deməli deməyib. Bəs o sizə nə dedi? Etiraz etmirsinizsə, sizinlə birinci maşınlar barədə müzakirə aparmaq istərdim. Robotlara belə hərtərəfli şəkildə bələd olan və indiki situasiyada mənə köməyi deyə biləcək yeganə adam sizsiniz. Biraz filosofluq edə bilərəm. Bu axşam, Steven, nə istəyirsiniz, necə istəyirsiniz danışa bilərsiniz. Ancaq əvvəl mənə niyyətinizin nə olduğunu deyin. Belə, adını çəkdiyim mükəmməl sistemimizdə yaranan bu xırda sapmalar sonuncu müharibənin başlaması üçün ilk addım ola bilər. Davam edin. Susan Kelvin sanki özünə rahat kresloda belə rahatlanmağa icazə vermirdi. Onun soyuq siması, nazik dodaqları, yeksnəsək, heç bir his həyəcan ifadə etməyən səsi illər keçdikcə biraz da quru və sərt olmuşdu. Steven Bayerlə həqiqətən də onun xoşuna gələn yeganə şəxs olsa da, onun artıq 72 yaşı var idi. İllərin möhkəmlətdiyi vərdişləri tərk etmək elə də asan deyildi. Bəşəriyyətin inkişafının hər dövrü, Susan, koordinator dedi, özünə məxsus insani münaqişələrlə xarakterizə olunub. Onların yaranma səbəbi fərqli olsa da, hamısını güc, şiddət hesabına həll etməyə çalışıblar.
Bunun yanlış qərar olduğu hər dəfədə ortaya çıxıb. Yeni münaqişələr yaranıb. Necə deyərlər, gözlənilən effekti verməyib. İqtisadi və ictimai mühit dəyişib. Sonra yeni problemlər, yeni müharibələr, beləcə bu dövr olaraq təkrarlanır. Elə yaxın keçmişlə müqayisə edək. 16-18-ci əsrlərdə sülalələr arası müharibələr səngimək bilmirdi. Avropada ən vacib sual bu idi. Qitəni Habsburqlar idarə edəcək, yoxsa Valua Burbonlar? Bu qarşısı alınmaz bir münaqişə idi. Çünki Avropanın bir tərəfini bir, digərini başqa bir nəsil idarə edə bilməzdi. Bu cəhd onların məhvinə səbəb oldu. Heç bir müharibə onları yer üzündən silə bilmədi. Lakin elə ki 1789-cu ildə Böyük Fransa inqilabı baş verdi, bununla da yaranan yeni sosial mühit ilk olaraq Burbonları, sonra da Habsburqları toz torpaq kimi tarixin zibil qabına atdı. Eyni zamanda Avropanı daha qorxulu münaqişə səbəbi dini müharibələr cənginə almışdı. Avropa əhalisi heç cür müəyyənləşdirə bilmirdi. Katolikdi, yoxsa protestant. Eyni ərazidə hər iki din hökmranlıq edə bilməzdi. Belə olan halda qılınclar, alovlar öz sözünü deyəcəkdi. Heç burada da məsələnin müqadiratını axıra qədər güc həll etmədi. İngiltərədə sənaye inqilabı baş qaldırdı, regionda millətçilik anlayışı ön plana keçdi. Avropa demək olar, bugün də belədir. Amma artıq bu heç kimi narahat etmir. 19-20-ci əsrlərdə milliyyətçilər və imperialistlər üz-üzə gəldi. O vaxtlar dünyada ən vacib sual iqtisadi resursları və digər qitələrdəki xammal mənbələrini Avropanın hansı hissəsinin idarə edəcəyi idi. Sanki dünya İngiltərə, Fransa və Almaniya arasında bölüşdürülməsə yaşaya bilməzdi. Amma heç bir müharibə müstəqillik təsəvvürünün formalaşmasına mane ola bilmədi. Milli azadlıq hərəkatlarının dirçəlməsi bu ölkələrə başa saldı ki, Avropa olmadan da mövcudluğunu qoruyub saxlamaq olar. Bax beləcə, indi əlimizdə aydın bir xəritə var. Bəli, Steven, sizin qənaətiniz sübutlarla silahlanıb, Susan Kelvin dedi. Amma bunlar dərin əqli nəticələr deyil. Dərinlik məsələsində haqlısınız. Ancaq çox vaxt adamlar asanı qoyub çətinə qaçır. Onu görməyə çalışır. Bəzən deyirik, filan şey burnumun ucundadır. Amma biri sənə güzgü tutmasa, burnunun nə qədərini görə bilirsən? Budur, Susan. 20-ci əsrdə müharibələr yeni bir macraya yol aldı. Adına nə deyək? İdeoloji müharibə, dini ehtiraslar iqtisadi dünya görünüşünə qarışdırıldı. Bu dəfə də müharibə qarşısı alınmaz idi. Hələ üstəgəl tarix səhnəsinə atom silahı təşrif buyurmuşdu. İnsanlıq getdikcə dibə yuvarlanırdı. Adama elə gəlirdi ki, bəşər müharibələrin lazımsızlığını başa düşəcək qədər yaşamayacaq. Elə bu məqamda pozitron beyinləri icad olundu. Bu tam vaxtına düşdü. Həmin ərəfələrdə planetlər arası səyahətin də təməli qoyuldu. Adam Smith daha ağıllıdır, yoxsa Karl Marx? Kimi söhbətlər dünya üçün əhəmiyyətini itirdi. Yeni yaranmış vəziyyətdə onların iddiaları insanlara gülünc görünməyə başladı. Həm həqiqi, həm də məcazi mənada Tanrı da maşındır ifadəsi işlənməyə başladı. Doktor Kelvin quru-quru əlavə etdi. Koordinator nəzakətlə gülümsədi. Sizin söz oyunu oynadığınızı əvvəllər heç görməmişdim, Susan. Amma haqlısınız. Neyləməli? İndi başqa problemlər var. Bir problemin bitməsi digərinin yaranması ilə şərtlənir. Bizim pozitronlaşmış iqtisadiyyat heç bir təhlükədən sığortalanmayıb. Ona görə də maşınları yaratmışıq. Dünya iqtisadiyyatı stabildir. Elə də qalacaq. Çünki bütün qərarlar birinci robot qanununa görə ürəklərində insanlıq daşıyan hesablama maşınları tərəfindən qəbul edilir. Steven Bayerli davam etdi. Bu maşınlar ixtira olunmuş ən güclü hesablama vasitəsi olsa da, yenə də robotdur. Birinci qanuna tabedir və ona görə də yer kürəsinin iqtisadiyyatı insanların həyatı maraqlarına əsasən tənzimlənir. Dünya əhalisi onları işsizliyin, məhsul israfının, qıtlığın gözləmədiyini bilir. İsrafçılıq və qıtlıq sözləri tarixi kitablarda qaldı.
İstehsalatla bağlı mülkiyyət ifadəsi köhnəldi. Bunlara kim sahib olursa olsun, istər bir şəxs, istər bir qrup adam, bir millət ya da bütün insanlıq yalnız maşınlar tərəfindən idarə olunacaq. Heç kim belə addım atmağa məcbur edilmir. Maşınlar həmişə ən müdrik, ən optimal yolu tövsiyə edir. İnsanlar da bunu yaxşı bilirlər. Bu reallıq bütün müharibələrə son qoydu. Hətta gələcəkdə baş verəcək müharibələrin belə taleyini həll elədi. Hər şey belə davam edə bilər, əgər... Bir müddət səssizlik oldu və doktor Kelvin onun sözünə davam etməsi üçün təkrar etdi. Əgər nə? Alov çırıltı ilə bir kütükdən digərinə sıçradı və atəş gürlaşdı. Əgər, dedi koordinator, maşınlar öz funksiyalarını yerinə yetirməkdən imtina etməsə, əks təqdirdə vəziyyət yaxşı olmaz. Aydındır, söhbəti bayaq qeyd etdiyin polad, hidroponik və başqa əhəmiyyətsiz sayılan hadisələrə gətirirsən. Hə, Susan, belə səhvlər qəbul olunmazdır. Belə xətaların yol verilməz olduğunu doktor Silver də deyir. O neyniyir? Faktları inkar edir? Qəribədir, belə etməzdi axı. Yox, əlbəttə faktları qəbul edir. Ona haqsızlıq edə bilmərəm. İnkar etdiyi şey, özünün də dediyi kimi, bu dırnaqarası səhvlərin maşınların özündəki hansısa xətadan qaynaqlanması məsələsidir. İndi iddia edir ki, maşınlar özünü təmir funksiyasına malikdir. Ötürücülərində hansısa xətanın olmağı təməl qanunlara ziddir. Amma mən cavabında ona dedim ki, hər ehtimala qarşı adam göndər, qoy əmin olmaq üçün yoxlanış aparsınlar. Maşınlar özünü təmir funksiyasına malikdir. Ötürücülərində hansısa xətanın olmağı təməl qanunlara ziddir. Amma mən cavabımda ona dedim ki, hər ehtimala qarşı adam göndər, qoy əmin olmaq üçün yoxlanış aparsınlar. Susan, fikirlərimi oxuyursan. Eynən bu cür də dedim. Lakin bunu edə bilməyəcəyini bildirdi. Belə məşğuldur? Yox, bir insanın bunu edə bilməyəcəyini əsas gətirdi. Səmimi görünürdü. Əgər onu düz başa düşdümsə, maşınlar ekstrapolasiya ilə istehsal olunur. Bir qrup riyaziyyatçı bir neçə ildir ki, müəyyən bənzər hesablamalar apara bilən pozitron beyin hazırlayıb. Bundan istifadə edərək daha mürəkkəb beyin yaradırlarmış. Sonra onlardan da istifadə edərək daha mürəkkəblərini yaradacaqlar. Silverin dediyinə görə, maşınlar adlandırdığımız cihazları hazırlamaq üçün əməliyyatla 10 belə mərhələ adlamaq lazımdır. Tanış gəlir. Təəssüflər olsun ki, riyaziyyatçı deyiləm. Yazıq Vincent, cavan adamdır. Əvvəlki müdürlərimiz Alfred Lening və Peter Bogert rəhmətə gediblər. Heç vaxt da belə problemlə üzləşməyiblər. Mən də həmçinin. Bəlkə də artıq bütün robot mütəxəssisləri ölməlidir. Çünki öz yaratdığımızdan özümüz də baş aça bilmirik. Belə görünür, başa düşmürük. Əslində robotlar şəkilləri qəzetlərin bazar günü əlavələrini bəzəyən sadə super beyinə malik icad deyil. Vəziyyət belədir. Bu beyinlərin bir hissəsi məlumat yığmaqda mahirdir. Onlar sonsuz sayda məlumatı qısa zaman kəsiyində analiz edə bilir. İnsanların bunu bacarması mümkün deyil. Bu onları heç zaman yoxlaya bilməyəcəyimizi göstərir. Elə də mən başqa bir yolu sınadım. Hər şeyi birbaşa maşından soruşdum. Gizlicə polad məsələsi ilə bağlı qərara daxil olan səthi məlumatları yoxladım. Onun öz cavablarını və o zamandan bəri baş verənləri, yəni artıq məhsul istehsalı ilə bağlı məsələləri ona yüklədim. Bu ziddiyyətin cavabını soruşdum. Əla, bəs nə cavab verdi? Dediklərini bir-bir deyim. Bu suala cavab tapmağınız yol verilməzdi. Vincent bunu necə şərh etdi? 2 formada. Birincisi, maşına dəqiq cavab verməyi üçün kifayət qədər məlumat yükləmədik. Böyük ehtimalla heç də elə deyil. Doktor Silver də qəbul edir. İkincisi isə verəcəyi hansısa cavab insan övladına zərər verə bilər. Bu da birinci qanuna görədir. Beləcə doktor Silverin məsləhəti ilə səninlə görüşməli oldum. Susan Kelvin yorğun görünürdü. Qocalmışam, Steven. Peter Bogert öləndə məni tədqiqat müdiri etmək istəyirdilər. Amma imtina etdim.
Onda da cavan deyildim. Belə məsuliyyətin altına girmək istəməzdim. Vəzifəni Silversə verdilər. Mən də razı oldum. Ancaq yenə də cəncələ mən düşəcəyəmsə nə mənası oldu? İcazə verin qənaətimi sizinlə bölüşüm. Tədqiqatlarıma əsasən robototexnikanın 3 əsas qanununa görə robotların davranışlarını şərh etmək olar. Amma bunlar inanılmaz dəqiqliklə yaradılmış hesablama maşınlarıdır. Onlar sadəcə pozitron robotlar olduğu üçün robot qanunlarına itaat edirlər. Ancaq şəxsiyyətləri yoxdur. Ona görə də funksiyaları limitlidir. Elə də olmalıdır. Çünki bu sahədə ixtisaslaşıblar. Burada qanunların qarışıq təsirindən söhbət gedə bilməz. İnsanların istifadə etdiyi yoxlama metodunun isə bir faydası olmayacaq. Qısacası, mən sizə kömək edə bilməyəcəm, Steven. Koordinator məyus halda gülümsəməyə çalışdı. Yenə də Susan, icazə verin digər fikirlərimi də çatdırım. Mən öz fərziyyələrimi bildirəcəm. Siz robopsixologiya baxımından bunların nə dərəcədə mümkün olub olmadığını deyərsiniz. Əlbəttə, buyurun. Maşınların xətaya yol verə bilməyəcəyini düşünsək və verdikləri səhv cavabları nəzərə alsaq, yalnız bir ehtimal qalır. Onlara yanlış məlumat yüklənir. Başqa sözlə, problem insanlardadır. Robotlarda yox. Beləcə mən bu yaxınlarda planeti təftişə çıxdım. Nyu-Yorka qayıtmazdan əvvəl? Bəli, bu vacib idi. Gördüyünüz kimi planetin ayrı-ayrı regional sahələrini idarə edən 4 robot var və 4-ü də hal-hazırda natamam nəticələr verir. Amma bu normaldır, Steven. Əgər maşınlardan birində problem varsa, bu avtomatik olaraq digərlərinə təsir edir. Çünki qərar verəndə bir-birinin məlumatlarından istifadə edirlər. Doğru olmayan ehtimal yanlış cavablar doğurur. Mənə də elə gəldi. İndi əlimdə hər regionun vitse-koordinatoru ilə olan söhbətlərin hesabatı var. Zəhmət olmasa baxa bilərsinizmi? Bir də yadıma düşmüşkən deyim. İnsan hüquqlarını müdafiə cəmiyyəti adı sizə tanışdırmı? Bəli, haqsız rəqabət və başqa sahələrdə ABŞ robotları şirkətinin pozitron robotlarının işçi olaraq istifadə edilməyinə qarşı çıxan fundamentalistlərin bir qoludur. İnsan hüquqlarını müdafiə cəmiyyəti maşınlara qarşıdır, elə deyilmi? Bəli, ancaq indi özünüz görəcəksiniz. Başlaya bilərik. Şərq regionundan başlayaq. Necə istəyirsiniz? Şərq regionu. Ərazi 7 milyon 500 min kvadrat mil. Əhali 1 milyard 700 milyon. Ching Solinin babası qədim Çinin Yaponlar tərəfindən işğalı zamanı ölmüşdü. Onun itkisinə uşaqlarından başqa heç kim ağlamadı. Hətta öldüyünü də heç kim bilmədi. Ching Solinin babası vətəndaş müharibəsinin ağrılarından yalnız 40-cı illərin sonunda xilas ola bilmişdi. Ancaq bunu da onun uşaqlarından başqa nə bilən, nə də vecinə alan oldu. İstənilən halda Ching Solinin regional vitse-koordinator oldu və dünya əhalisinin yarısından çoxunun iqtisadi rifahını təmin etdi. Yəqin buna görə də Chingin ofisinin divarında 2 xəritədən başqa bəzək əşyası yoxdur. Onlardan biri üzərində qədim Çin üçün xarakterik olan hieroqliflərlə və əllə çəkilmiş köhnə 1 hektarlıq ərazinin xəritəsi idi. Solğun rənglərin arasında balaca bir çay görünürdü və orada Chingin babasının doğulduğu komanın da yer aldığı daxmalar göstərilmişdi. Digər xəritə böyük və müasir idi. Çox aydın, dəqiq və kəskin xətlərlə çəkilmişdi. Yazıları isə səliqə ilə Kiril əlifbasında yazılmışdı. Şərq regionunu işarələyən qırmızı sərhədlər Çin, Hindistan, Birma, Hind-Çin və İndoneziya kimi ölkələri əhatə edirdi. Sichuan şəhərinin qədim bir əyalətində heç kimin görə bilməyəcəyi qədər yüngül bir nöqtə qoyulmuşdu. Bura Chingin ata-baba fermasını göstərirdi. Ching bu xəritənin qarşısında dayanıb səlis ingilis dilində Steven Bayerliyə danışırdı. Heç kim sizdən daha yaxşı duya bilməz, cənab koordinator. Aldığım maaşa görə çox iş görmürəm. Müəyyən sosial statusum var. İdarəçilik üçün münasib adamam. Ancaq yenə də hər şeyi maşın edir. Məsələn, Tian sizin hidroponik işləri haqqında nə düşünürsünüz?
Möhtəşəmdir, Bayerli dedi. Elədir, ancaq bizdə bənzərləri, hətta daha böyükləri var. Şanxayda, Kəlküttədə, Bataviyada, Bankokda onlar geniş şəkildə yayılıb və 1 milyard adamı şərqin 3/4-ü qidalandırır. Buna baxmayaraq, Bayerli dedi, sizin Tiansizində işsizlik problemi yaranıb. Bəlkə artıq istehsal var. Asiyada məhsul bolluğu olduğunu düşünmək qəribə gəlir. Çing tünd rəngli gözlərini qıydı. Xeyr, elə deyil. Son aylarda Tiansizində bir neçə su çəninin bağlandığı düzdür. Amma bu ciddi məsələ deyil. İşçilər müvəqqəti olaraq buraxılıb. Axıracan bu sahədə çalışmaq istəyənlər isə Seylonun paytaxtı Kolomboya göndərilib. Orada yeni plantasiya salınır. Yaxşı, bəs çənlər niyə bağlandı? Çing yüngülcə gülümsədi. Görünür, hidroponika haqqında məlumatınız çox deyil. Bu məni təəccübləndirmir, siz şimallısınız. Əkinçilik oralarda da hələ də qazanclı iş hesab olunur. Şimalda elə bilirlər, hidroponika kimyəvi məhlulda turp yetişdirməkdir. Yəni, əslində elə belədir, amma kifayət qədər qarışıq prosesdir. İlk növbədə ən çox istifadə edilən və artımın təminatçısı olan məhsul mayadır. İstehsalatda onu 2000-dən çox növündən istifadə olunur və hər ay bu siyahıya yeniləri artırılır. Mayadan əldə olunan əsas kimyəvi qidalar nitrat və fosfatdır. Bununla bərabər az miqdarda müəyyən qeyri-üzvü maddələr və tələb olunan metallar da var. Mayanın tərkibində milyonda bir hissədə olsa, bor və molibden də mövcuddur. Orqanik qida maddələri isə şəkərin hesabına əldə olunur. Şəkər isə selülozanın hidrolizindən alınır. Ancaq bura müxtəlif qatqılar əlavə olunmalıdır. 1 milyard 700 milyon insanı doyuzduracaq müvəffəqiyyətli bir hidroponik sənaye üçün şərqdə möhtəşəm bir yaşıllaşdırma proqramı həyata keçiririk. Cənubdakı meşələrdə nəhəng odun konverterlərinə ehtiyacımız var. Amma hər şeydən öncə bizə enerji, polad və kimyəvi sintetikin köməyi lazımdır. Hər şeyi başa düşdüm. Axırıncısı nəyə lazımdır? Çünki, cənab Bayerli, maya növlərinin hər birinin öz xüsusiyyəti var. Dediyim kimi, biz 2000 növ maya təkmilləşdirmişik. Bugün yediyiniz bifşteks də mayadan ibarətdir. Desert kimi yediyiniz dondurulmuş meyvə də əslində dondurulmuş maya idi. Biz maya suyunu filtrdən keçirdib, onu həm görünüş, həm də qida dəyəri baxımından südə bənzər şəkildə istehsal edirik. Bu mayadan hazırlanan qidaları məşhur edən cəhət hər şeydən əvvəl onların dadıdır. Məhz bu dad xatirinə biz süni növləri yaradırıq. Çünki artıq duz və şəkər, qatqı, dadlandırıcı olaraq işə yaramır. Axı müəyyən bir dadın alınması üçün məhsulun birinin biotinə, digərinin pteroilglumatik turşusuna, başqalarının 17 müxtəlif amin turşusuna və bütün növ B vitaminlərinə ehtiyacı var. Ancaq biri hələ də çox məşhurdur. Biz nə eləsək də onlardan imtinaya özümüzü məcbur edə bilmirik. Bayerli hövsələsiz halda kreslosunda eşələndi. Bunları mənə niyə danışırsınız? Tiansizində insanların niyə işsiz qaldığını siz soruşdunuz. Mən də qərar aldım, hər şeyi ətraflı izah edim. Mayalarımız üçün tək ehtiyacımız olan bu qidalar deyil. Həmçinin zaman keçdikcə trendlərin dəyişməsi yeni növlərinin inkişafını da tələb edir. Bu işlərlə bağlı bütün strategiyanı maşınlar idarə edir. Onlar reallaşdırır. Amma onlar bunu o qədər də mükəmməl şəkildə həyata keçirmirlər. Bilirsiniz, mən belə deməzdim. Görün işimizdə nə qədər çətinliklər, həlli müşkil incəliklər var və nəzərə alın ki, bunlar gündən-günə artır. Düzdür, Tiansizində bir neçə min əməkdaş müvəqqəti olaraq işsiz qaldı. Ancaq mövcud itki ümumi istehsal dövriyyəmizə təsir etməyib. Yəni, onun heç onda biri də deyil. Mənə belə gəlir. Ancaq maşınların istifadəsinin ilk illərində bu rəqəm 1%-in 1/1000-i belə deyildi. Düzdür, amma maşınların istismarının start götürdüyü ilk 10 ildə biz istehsal olunan məhsulun həcmini 20 dəfə artırmışıq. İşin çətinlik dərəcəsi artdıqca səhvlərin ortaya çıxması da normal qarşılanmalıdır. Hərçənd nə? Bir dəfə həqiqətən maraqlı bir hadisə baş verdi. Rama Vrasayana hadisəsini deyirəm.
Onun başına nə gəldi? Vrasayana yod istehsalı üçün istifadə olunan dəniz suyu buxarlaşdırma zavoduna rəhbərlik edirdi. Mayalar yod olmadan qala bilər, amma insanlar yodsuz yaşaya bilməz. Hə, deməyim odur ki, onun zavodunu bağladılar. Həqiqətən? Nə səbəbdən? İnanıb inanmamaq sizin işinizdir, amma səbəb rəqabət idi. Ümumiyyətlə, maşın analizinin ən önəmli funksiyalarından biri istehsalat birliyimizin səmərəli paylaşımını nümayiş etdirməkdir. Xərci borcunu ödəmir deyə müəyyən əraziləri təchizat vasitələrindən məhrum etmək doğru qərar deyil. Eyni zamanda müəyyən sahələrə digərlərinə nisbətən daha çox diqqət göstərilməsinə də yol vermək olmaz. Bu zaman fabriklər rəqabətdə bir-birinə zərər verməmək üçün aşağı məhsuldarlıq göstərirlər. Bəhs etdiyim məsələdə də belə hal baş verdi. Vrasayanın zavodunun fəaliyyət göstərdiyi ərazidə təm müasir avadanlıqla təchiz olunmuş, təkmilləşdirilmiş yod hasilatına zəmanətli bir zavod tikildi. Maşın belə planın baş tutmasına icazə verdi? Əlbəttə, amma təəccüb doğuran bu deyildi. Axı yeni texnologiyanın tətbiqi həm də istehsalatda səmərəliliyi artırır. Təəccüb doğuran maşının Vrasayana artıq mövcud olan bir müəssisəsini modernləşdirməyi, istehsalatın yeni mərhələsinə keçid eləməyə məsləhət görməməsidir. Düzdür, qorxulu heç nə baş vermədi. Vrasayana yeni zavoda mühəndis olaraq qəbul edildi. Düzdür, müəyyən miqdarda pul itkisi yaşadı, amma çox ziyan çəkmiş sayılmaz. Köhnə zavodun işçiləri də asanlıqla iş tapdılar. Oranı da dəqiq yadımda deyil, nəsə faydalı bir müəssisəyə çevirdilər. Axı biz bütün məsələlərdə maşına etibar edirik. Başqa şikayətiniz yoxdur ki? Qətiyyən. Tropik region. Ərazi 22 milyon kvadrat mil. Əhali 500 milyon nəfər. Paytaxt şəhər. Lincoln Nugomanın ofisindəki xəritə Çingin Şanxay xəritəsi qədər mükəmməl deyildi. Regionun sərhədləri qalın, tünd qəhvəyi rəngli xətlərlə əhatələnmişdi və içində sadəcə cəngəlliklər, səhralar, fillər və digər egzotik heyvanlar var sözləri yazılmışdı. Tropik regionu əhatə etdiyi ərazi həqiqətən əsrarəngiz idi. Bu regiona demək olar ki, 2 kontinent sığırdı. Argentinadan şimala doğru Cənubi Amerikanın hamısı və Atlas dağlarından cənuba doğru Afrikanın hamısı. Hətta Şimali Amerikanın Rio Grande'dən cənubda qalan hissəsi, Asiyanın Ərəbistan yarımadası və İran da bura daxil idi. Tropik region şərq regionundan kəskin şəkildə fərqlənirdi. Əhalinin qarışqa yuvası kimi ümumi ərazinin 15%-nə toplandığı şərqdən fərqli olaraq, tropik regiondakı insanların 15%-i dünyanın yarısına yayılmışdı. Amma burada sürətli əhali artımı da nəzərə çarpırdı. Düzdür, bu doğumdan çox miqrant axını sayəsində baş tuturdu. Bu səbəbsiz deyildi. Çünki regiona qədəm qoyan hər kəs özünə tezliklə həm qalmağa yer, həm də iş tapa bilirdi. Ngoma Steven Bayerlini bu miqrantlara bənzədirdi. Yəni düşünürdü ki, bütün ağdərlilər kimi onun da işi peşəsi, əsas məqsədi yaşayış normalarını yaxşılaşdırmaq, özünü daha komfortlu həyatla təmin etməkdir. O instinktiv olaraq öz mənsubiyyəti ilə qürur duyurdu. Güclünün zəifə yuxarıdan aşağı baxdığı təbii ikrah hissi ilə soyuq şimal günəşinin şüaları altında doğulmuş bu zavallı ağdərilini süzürdü. Ona, belə demək olarsa, yazığı gəlirdi. Tropik regionun paytaxtı dünyanın ən yeni şəhəri idi. Onu elə beləcə paytaxt şəhər adlandırırdılar. Bu ad özündə gənclərə məxsus əminliyi ehtiva edirdi. Şəhər Nigeriyanın bərəkətli torpaqlarında salınmışdı. Nugomanın pəncərəsindən bu əsrarəngiz mənzərəni müşahidə etmək olardı. Şəhər isti günəş şüaları ilə yuyunurdu. Səf-səf düzülmüş fontanların şəffaf suları gün işığında oynaşırdı. Tropik quşların göy qurşağı kimi əlvan qanadlarının çırpıntısı ətrafa yayılırdı. Zülmət gecələrdə ulduzların şəhərin üzərində necə par-par yandığını təsəvvür etmək çətin deyildi. Ngoma şən-şən güldü. O hündür, qaradərili, güclü və yaraşıqlı idi. Əlbəttə, ingilis aksenti ilə danışırdı. Meksika kanalı biraz gecikib.
Burada nə var ki? Nə olur olsun, biz tikintini vaxtında tamamlayacağıq. Narahat olma qoca. Axı bu yaxına qədər tikinti ümumən bütün işlər qrafik üzrə gedirdi. Nuqoma gözücü Bayerə baxıb, ağzındakı uzun, qalın siqarın bir ucunu yavaş-yavaş çeynəyib tüpürdü. Digər ucunu yandırıb dilləndi. Bayerli, bu rəsmi sorğudur. Sizi anlaya bilmirəm. Nə baş verir? Heç nə. Rəsmi olaraq heç nə baş vermir. Sadəcə olaraq hər şeylə maraqlanmaq da koordinatorun vəzifəsinə daxildir. Yaxşı qoca, əgər həqiqətən başqa işiniz gücünüz yoxdursa, vaxt öldürmək istəyirsinizsə, onda deyərəm. Bizim həmişə işçi qüvvəsinə ehtiyacımız var. Tropik regionda görüləcək iş çoxdur. Kanal onlardan sadəcə biridir. Bəs sizin maşın kanal üçün lazım olan işçi qüvvəsini vaxtında hesablayıb, təklif olunan bütün layihələri araşdırmır? Nuqoma əllərini boynunun arxasında cəmləyib tavana doğru bir neçə tüstü halqası üflədi. Yəqin bu dəfə biraz səhvə yol verib. Bəs o tez-tez belə çaşır? Düşündüyüm qədər də tez-tez yox. Düzünü deyim, biz ondan çox şey gözləmirik Bayerli. Məlumatları yükləyirik, nəticələri götürürük, nə deyirsə onu edirik. Amma biz bunu sadəcə işimizi rahatlaşdırır və işçi qüvvəsinə qənaət edir deyə edirik. Lazım gəlsə, onsuz da hər şeyi bacararıq. Bəlkə işlərin öhdəsindən onun kimi məharətlə və cəld gələ bilmərik. Ancaq əvvəl-axır bacararıq. Biz özümüzə inanırıq. Bayerli, əsas sirrimiz də bundadır. Özünə inam. Dünyanın yerdə qalanı uğrunda atom erasından əvvəlki dönəmlərdə də insanlar bir-birini qıranda 1000 illərlə toxunulmayan bu bakirə torpaqlar bizi gözləyib. İndi bu ərazilərin hamısı bizim ixtiyarımızdadır. Şərqlilər kimi maya yeməyə gərək yoxdur və siz şimallılar kimi keçən əsrdən qalan qırqırıntıya görə də narahat olmuruq. Biz Glossina milçəklərinin, malyariya ağcaqanadlarının kökünü kəsdik. İnsanlar başa düşdülər ki, bizim isti günəşimizin də altında yaşamaq, işləmək olar və bunu sevirlər. Biz meşələri təmizləyib, yeni münbit ərazilər kəşf etdik. Səhraları sulayıb gülüstana çevirdik. Əl dəyməmiş sahələrdə kömürümüz, neftimiz və bitib tükənmək bilməyən mineral ehtiyatlarımız var. Daha yetər, bizə mane olmayın. Dünyanın yerdə qalan torpaqlarının sakinlərindən yeganə istədiyimiz budur. Kənara çəkilin, imkan verin, işimizi görək. Bayerli bu pafoslu cümlələrə əhəmiyyət vermədən soruşdu. Yaxşı, bəs kanalın tikinti prosesində nələr baş verir? Nuqoma əllərini bizlik bir şey yoxdur ədası ilə araladı. İşçilər problem yaratdı. Çalışma masasının üstündəki kağız yığınının içində nəsə tapmağa çalışdı. Ancaq vaz keçdi. Bu məsələ ilə bağlı məndə yazılı məlumat olmalı idi, deyə deyindi. Nəysə, boş ver. Meksikada bir müəssisədə qadın işçi qıtlığı yaranmışdı. Ətrafda kifayət qədər qadın yox imiş. Görünür, heç kimin ağlına gəlməyib maşına cins əvəzləməsi ilə bağlı məlumat yüklənsin. Bunu deyib qəhqəhə ilə güldü, sonra özünü ələ alıb ciddi-ciddi əlavə etdi. Dayan, deyəsən tapdım. Villafranca. Villafranca? Francisco Villafranca. O həmin tikintidə məhsul mühəndisi idi. İcazənizlə daha aydın izah edim. Orada nəsə oldu, uçqun baş verdi, nəsə çökdü. Düzdür. Deyəsən belə olmuşdu. Heç kim ölmədi, amma xatırladığım qədərilə mərakə qopdu. Dəhşətli qalmaqal yarandı. Eləmi? Hesablamalarda yanlışlıq olmuşdu. Ən azından maşın baş verənləri belə şərh edirdi. Villafranca'nın məlumatlarını, təxminlərini maşına yükləyiblər. Maşın məlumatlara əsasən hesablama aparıb. Cavablar müxtəlif çıxıb. Görünür, Villafranca'nın hesablamalarında son vaxtlarda baş verən güclü leysanlar nəzərə alınmayıbmış. Nəsə buna bənzər təxminən bəhs etdiyim kimi bir hadisə baş verdi. Yəqin başa düşürsünüz. Təfsilatlara vara bilmirəm. Axı mən mühəndis deyiləm. Villafranca'nın orada əməlli başlı mərəkə qopartdığı bəlli olurdu. Andaman edirdi ki, maşın birinci dəfə başqa nəticələr göstərib. O da maşının dediklərini bütün dəqiqliyi ilə yerinə yetirib. Sonra işdən çıxdı, qalmağı təklif etdik. Şübhəsiz, əvvəlki işləri qənaətbəxş idi. Əlbəttə, köməkçi vəzifədə. Bu, sözsüz belə olmalı idi.
Xətaları görməzdən gələ, nizam-intizam qaydalarını poza bilməzdik. Nəysə, mən bayaq nədən danışırdım? Ona qalmağı təklif etdiniz. Aha. Amma imtina etdi. Qısacası, bax, bütün bunlara görə 2 ay gecikdik. Cəhənnəm olsun, 2 ay gecikməyə görə dünya dağılmaz. Bayerlinin gərginliyi azaldı. Barmaqları ilə yüngülcə ritmlə iş masasını çalmağa başladı. Deməli, Villafranca maşını günahlandırırdı, hə? Hər halda Bayerli, özünü günahlandırası deyil ki. Qəbul edək ki, insan təbiəti belədir. Bir şey də xatırladım. Bu lənətə gəlmiş sənədləri niyə istəyəndə tapmıram? Mən nə vaxt bu sənədləri qaydasında, sistemlə bir yerə yığmağı öyrənəcəm? Həmin Villafranca sizin şimal təşkilatınızdan birinin üzvü idi. Meksika şimala yaxında axı. Bu da problemin bir hissəsidir. Hansı təşkilatdan danışırsınız? Onu İnsan Hüquqlarını Müdafiə Cəmiyyəti adlandırırlar. Villafranca həmin təşkilatın New Yorkdakı illik toplantılarında da iştirak edirdi. Bir qrup zərərsiz axmaq yığını. Maşınları sevmirlər. Onların insanlardakı təşəbbüskarlıq bacarığını, insani həvəsləri məhv etdiyini iddia edirlər. Villafranca o təşkilatın üzvü kimi maşınları günahlandıracaqdı. Şəxsən mən o cəmiyyəti heç başa düşmürəm. Məgər kimsə nəsə bu cür şəhərdə, belə şəraitdə bizim təşəbbüskarlığımızı boğa bilər? O danışır, paytaxt şəhəri qızılı Afrika günəşinin altında səhəri qarşılayırdı. Bura insanların yaşayış məskəninə, paytaxta çevirdiyi şəhərlərin ən gənci, ən yenisi idi. Avropa regionu. Ərazisi 4 milyon kvadrat mil. Əhalisi 300 milyon. Paytaxt Cenevrə. Avropa regionunun əvvəlki 2 regionla oxşar cəhətləri çox az idi. Nə tropik regionunun 1/5 qədər ərazisi, nə də şərq bölgəsinin 1/5 qədər əhalisi var idi. Coğrafi nöqteyi nəzərdən isə atom dövründən əvvəlki Avropadan xeyli fərqlənirdi. Çünki Rusiyanın Avropaya düşən hissəsi və Britaniya adaları bura daxil deyildi. Əvəzində Afrika və Asiyanın Aralıq dənizi sahilləri qəribə təsir bağışlasa da, Atlantik okeanının o üzündə qalan Argentina, Çili və Uruqvay bu regiona daxil idi. Cənubi Amerika əyalətlərinin bura daxil olmasını saymasaq, Avropa regionu böyük ehtimalla dünyadakı digər regionlarla əlaqələrini inkişaf etdirənə oxşamırdı. Bura son yarım əsrdə əhali sayının sürətlə azaldığı yeganə region idi. İstehsal sahəsində heç bir irəliləyiş nəzərə çarpmırdı. Mədəniyyət sahəsində yenilik sayılacaq qədər layihələr təqdim olunmurdu. Avropa axıcı fransızcası ilə Madame Jageshovska dedi. İqtisadi cəhətdən faktiki olaraq şimal regionundan asılıdır. Biz bunu çox yaxşı başa düşürük, amma vecimizə deyil. Madam koordinatorun ofisində Avropa xəritəsinin olmaması özlərini müstəqil region kimi görmədiklərinin sübutu sayıla bilərdi. Ancaq yenə də Bayerli vurğuladı. Sizin müstəqil maşınınız var və heç bir vəclə okeanın digər tərəfindən iqtisadi təzyiq görmürsünüz. Maşın, pah! İncə çiyinlərini çəkdi. Uzun barmaqları ilə siqaretini söndürdüyü an üzünə xəfif bir təbəssüm qondu. Avropa yatmış gözəldir. Tropik regiona immiqrasiya edə bilməyən kişilərimiz də eynən onun kimi yatıblar. Özünüz də görürsünüz ki, vitse-koordinator vəzifəsini belə zavallı bir qadının öhdəsinə buraxıblar. Xoşbəxtlikdən bu çətin bir iş deyil və məndən çox şey tələb olunmur. Maşın isə yaxşısı budur, mən sizə nəyi, necə eləməyi tapşırıramsa elə də edin. Deməkdən başqa heç nəyə yaramır. Bəs bizim üçün ən yaxşı olan nədir? Əlbəttə şimal regionundan iqtisadi asılı olmaqdan başqa. Axı belə baxanda çox da dəhşətli vəziyyətdə deyilik. Müharibə yoxdur, sülh bərqərar olub. 7000 illik müharibələrdən sonra belə yaşamağın özü də xoşdur. Biz qocalmışıq, müsyo. Qərb mədəniyyəti sərhədlərimiz daxilində doğuldu. Misir, Mesopotamiya, Krit, Suriya, Kiçik Asiya və Yunanistan bizdədir. Qocalıq həmişə bədbəxtlik göstəricisi deyil. Bunu bəhrəmizi toplama mərhələsi də adlandıra bilərik. Bəlkə də haqlısınız. Bayerli mehribanlıqla onun sözünü kəsdi.
Ən azından həyat tempiniz digər regionlardakı kimi cızığından çıxmayıb. Əhval-ruhiyyə də əladır. Eləmi? Baxın, indi bizə çay gətirdilər. Siz necə xoşlayırsınız, şəkərlə yoxsa şirniyyatla? O nəzakətlə çaydan bir neçə qurtum alıb söhbətə davam etdi. Təbii mühit xoşagələndir. Dünyanın digər regionlarında insanlar hələ də əziyyət çəkməkdə, mübarizə aparmaqdadır. Bilirsinizmi, mən bunun özündə belə qəribə analogiya tapıram. Vaxt olub dünyaya Roma ağalıq edib. O da mədəniyyət və sivilizasiyanın inkişafı baxımından estafeti Yunanistandan almışdı. Həmin Yunanistan ki, heç vaxt vahid bir imperiya ola bilmədi. Müharibədən müharibəyə parçalandı, süqut etdi. Roma onu birləşdirdi. Həmin torpaqlara sülh gətirdi. Oranı bütün münaqişələrdən kənarlaşdırıb fəlsəfi mədəni həyatla təmin etdi. Əslində bu da ölümün bir növüdür. Amma daha uzun müddət davam edən, qısa fasilələrlə 400 il çəkən proses. Fəqət, Bayerli dedi, axır əvvəl Romada süqut etdi. Bu məst edici yuxunun sonu gəldi. Haqlısınız, artıq dünya mədəniyyətini məhv edəcək barbarlar da yoxdur. Bəzən biz də barbarlaşa bilirik, Madam Jakaşovska. Nəysə, sizdən bir məsələ barədə soruşacaqdım. Almaden civə mədənlərində istehsal faizi aşağı düşüb. Filiz təxmin ediləndən elə də surətlə azalmır axı. Qadın ağıllı, qonur gözlərini çox bilmişcə Bayerliyə zillədi. Səbəb barbarlar, mədəniyyətin süqutudur. Maşınların sıradan çıxması. Düşündükləriniz gün kimi aydındır, müsyo. Eləmi? Bayerli gülümsədi. Başa düşürəm, bu məsələ ilə məşğul olacaq adamları indiyədək göndərməli idim. Deməli, Almadendə baş verən problemlərin maşınların işindəki xətalarla bağlı olduğunu düşünürsünüz. Qətiyyən, amma siz deyəsən məhz belə düşünürsünüz. Bildiyim qədərilə şimallısınız. Bizim koordinatorların mərkəzi ofisi New Yorkdadır. Təzəlikcə sizdə maşınlara qarşı inamsızlıq yarandığını müşahidə edirəm. Həqiqətənmi belə düşünürsünüz? Yəqin insan hüquqlarını müdafiə cəmiyyətinin adı sizə məlumdur. Şimalda onun mövqeyi çox güclüdür. Amma qoca Avropada özünə tərəfdaş tapmağa nail ola bilmədi. Burada artıq çoxdandır. Heç kimin hüquqlarını müdafiə etmir. Siz yəqin Avropa təəssübkeşi yox, özündən razı şimallısınız. Bu dediklərinizin Almadenlə nə əlaqəsi var? Əlbəttə, düşünürəm ki, var. Mədənlər mərkəzi Nikolayevdə yerləşən Şimal şirkəti Consolidated Cinnabar tərəfindən idarə olunur. Şəxsən mən şübhə edirəm. Direktorlar kollegiyası nə vaxtsa maşından məsləhət alıbmı? Hərçənd keçən ay konfransımızda təkidlə bunu etdiklərini bildirirdilər. Düzdür, bizim buna dair sübutumuz yoxdur. Xətrinizə dəymək kimi anlaşılmasın. Mən belə məsələlərdə hansısa şimallının quru sözünə etibar edə bilmərəm. Eyni zamanda bütün bunlara baxmayaraq, sonluğun yaxşı olacağını ümidliyəm. İcazə verin maraqlanım. Hansı yaxşıdan bəhs edirsiniz, hörmətli madam? Ümid edirəm, müsyo, siz başa düşürsünüz. Keçən ay Almadendə yaşanan iqtisadi qanunsuzluqlar, keçmişin təlatümləri ilə müqayisədə zəif olsa da, bizim sülhpərvər ruhumuzu titrətdi. İspaniya əyalətində bir sıra narahatlıqlara səbəb oldu. Cinnabar konserni öz aksiyalarını bir qrup yerli İspana satır. Bu təsəlli vericidir. Biz şimalın təbəəsi olsaq da, bunun açıq-aydın şəkildə büruzə verilməsi təhqiramizdir. Hər halda maşına itaət baxımından bizim cəmaət daha etibarlıdır. Deməli, əminsiniz ki, indən belə hər şey yaxşı olacaq? Əminəm, ən azından Almadendə belə olacaq. Şimal regionu. Ərazi 18 milyon kvadrat mil. Əhali 800 milyon. Paytaxt Ottava. Şimal regionu hər mənada o biri regionlardan öndə idi. Bunu regionun coğrafi xəritəsinin vitse-koordinatoru Hiram Mackenzinin Ottavadakı ofisinə nümayişkaranə asılmasından anlamaq olardı. Xəritənin mərkəzində şimal qütbünü qızartmışdılar. Skandinaviya və İslandiya xaricində bütövlükdə qütb dairəsi şimal regionuna daxil idi. Regionun ərazisi təxminən 2 hissəyə ayrılırdı. Xəritənin sonunda Rio Grande'dən yuxarıda Şimali Amerika idi. Sovetlər Birliyinin tərkibində olmuş ərazilər isə sağda qalırdı.
Bu iki ərazi birlikdə atom əsrinin ilk illərində əsas güc mərkəzi olmuşdu. Bir növ keçid funksiyasını yerinə yetirən Böyük Britaniya isə Avropaya sığınmış şəkildə ikisinin arasında yerləşirdi. Xəritənin yuxarısında biraz təhrifli, biraz da rəmzi təsvir edilmiş ərazilər isə Avstraliya və Yeni Zelandiya idi. Son 10 illiklərdə baş verən dəyişikliklər belə şimal regionunun iqtisadi cəhətdən planetə ağalıq etdiyini inkar edə bilməzdi. Bayerlinin gördüyü rəsmi region xəritələrinin hamısından fərqli olaraq burada yerin bütöv təsviri verilmişdi. Bunun özündə belə simvolik mesaj var idi. Şimal rəqabətdən qorxmur və öz üstünlüyünü gizlətməyə çalışmır. Mümkün deyil. Makkenzi viskisini içə-içə sifətini turşutdu. Cənab Bayerli, deyəsən siz robototexnika sahəsində ixtisaslaşmayıbsınız. Bəli, bu sahədə təhsil almamışam. Məyus edici haldır. Çing, Nugoma, Jiqışovskada bu yöndə təlim keçməyib. İnsanlar bacarığın, təşkilatçılığın, uzoqgörənliyin, xoş xasiyyətin koordinatoru olmaq üçün kifayət etdiyini düşünürlər. Xətrinizə dəyməsin. Amma günümüzdə robototexnikaya bələd olmaq da zəruridir. Xətrimə dəymir, sizinlə tam razıyam. Dediklərinizdən son zamanlar dünya iqtisadiyyatında yaranan xırda problemlərə görə narahat olduğunuzu başa düşdüm. Nədən şübhələndiyiniz aydın deyil. Bircə onu bilirəm ki, keçmişdə də insanlara maşına yanlış məlumat yüklənsə nə baş verəcəyi maraqlı idi. Nə baş verər, cənab Makkenzi? Şotlandiyalı əlini sinəsinə qoyub nəfəsini dərdi. Bütün toplanmış məlumatlar həm insanlar qarışıq bir mühafizə sistemindən keçir. Onları insanların yoxladığı kimi kompüterlər də yoxlayır. Ona görə də sistemdə yanlış məlumat olmamalıdır. Amma bu işin nəzəri tərəfidir. Çünki insanlar xətadan, maşınlar mexaniki nasazlıqdan sığortalanmayıb. Problemin ən önəmli nöqtəsi yanlış adlandırdığımız məlumatın maşında cəmlənən digər bildiyimiz məlumatlarla ziddiyyət təşkil etməsidir. Doğru yanlış qarşımızdakı yeganə həqiqətə gedən şərt budur. Maşının içində həmçinin, məsələn, Ayovada kənd təsərrüfatı ilə məşğul olan robotlar üçün plan hazırlamağı tapşırın və daxil edəcəyiniz məlumatlara orada iyul ayında havanın orta temperaturunun 13 dərəcəyə çatdığını qeyd edin. O bu məlumatı qəbul etməyəcək, ümumiyyətlə sizə cavab verməyəcək. Buna səbəb cavab verməyin qeyri-mümkünlüyü ya da rəqəmlərin xoşuna gəlməməyi deyil. Səbəb budur ki, əvvəlki illərdə yüklənən digər məlumatlara əsasən iyul ayında ortalama hərarətin 13 dərəcə olma ehtimalı yoxdur. Bu cür məlumatdan imtina edir. Fərqli məlumatları maşına yükləməyin yeganə yolu buna əvvəllər istifadə olunmamış ya da qüsurlu olduğunu başa düşməyəcəyi hiyləgər üsulla həyata keçirməkdir. Birinci üsul insanın bacaracağı bir şey deyil. İkinci üsulun isə reallaşması qeyri-mümkündür. Maşının təcrübəsi hər saniyə artır. Steven Bayerli barmaqlarını burnunun üstünə qoydu. Hansı yolla? Maşını yoxlamaq, qurdalamaq mümkün deyil. Bəs onda son vaxtlar yaşanan xətaların səbəbini necə izah edək? Hörmətli Bayerli, görürəm, elə siz də eyni xətaya yol verirsiniz. Maşının hər şeyi bildiyini güman edirsiniz. İcazə verin, sizə şəxsi təcrübəmdən bir hadisəni danışım. Pambıq sənayesində alıcılar pambıq seçmə məsələsində təcrübəlidir. Ondan bir çəngə qopardıb baxırlar, yoxlayırlar, barmaqlar arasında çırtdayırmı deyə dinləyirlər, dilləri ilə toxunurlar, müəyyənləşdirirlər. Belə keyfiyyətli pambıq bir düyün ola ya da olmaya. Sonra alıcı öz müqaviləsini gətirir, orada qiymət qeyd olunur və anlaşma imzalanır. İndi düşünün, maşın belə hissiyatlı alıcını əvəzləyə bilərmi? Niyə də yox? Bu məlumatları daxil etmək maşın üçün çətinlik yaratmayacaq. Bəlkə də. Amma burada hansı məlumatlardan söhbət gedir? Heç bir kimyəvi toxucu pambığı əlləyən toxucunun liflərdə hansı keyfiyyəti axtardığını müəyyənləşdirə bilməz. Təsəvvür edək, tutaq ki, onun orta uzunluğunu, nə dərəcədə yumşaq, elastik olmasını müəyyənləşdirməyə çalışır. Əksər alıcı bunu şüuraltı, neçə illik təcrübəsinə əsasən müəyyən edir. Bu cür dəyərləndirmənin meyarı heç kimə məlum deyil. Buna görə də maşına nə yükləyəcəyimizi bilmirik. Heç alıcının özü də bunu bizə tam izah edə bilmir. Sadəcə deyir, baxın, elə belə də hiss olunur. Görmürsünüz necə keyfiyyətlidir? Aydındır. Belə nümunələr çoxdur.
Maşın insanlığın inkişafını sürətləndirmək, bəzi çətin hesablamaları aparmaq üçün hazırlanmış adi bir alətdir. Hələlik insan beyni bunlara özü əncam çəkməlidir. Maşını analiz etmək üçün yeni məlumatlar kəşf etmək, sınaq üçün yeni konseptlər tapmaq, yeni nəzəriyyələr irəli sürmək. Təəssüf, insan hüquqlarını müdafiə cəmiyyətinin qalmaqallı üzvləri bunu başa düşmək istəmir. Onlar maşınlara müxalifdir. Əgər başqa vaxt olsaydılar, riyaziyyata, incəsənətə də qarşı çıxardılar. İdeallarına görə maşınlar insan ruhunu məhvə sürükləyir. Görürəm cəmiyyətimizdə kamil insanların sayı azdır. Bizim maşına lazımi sualları verə biləcək qədər güclü zəkaya sahib insanlara ehtiyacımız var. Əgər belə insanlar olsaydı, narahat olduğunuz problemlər də həllini tapardı. Dünya. İnsan məskunlaşmayan Antarktidada daxil olmaqla. Ərazi 540 milyon kvadrat mil. Əhali 3 milyard 300 milyon. Paytaxt New York. Kvarsın arxasındakı alov zəifləmişdi və yavaş-yavaş çırtıldayıb sönməyə başlayırdı. Koordinator mısmırığını sallanmışdı. Əhval-ruhiyyəsi sönməkdə olan alova bənzəyirdi. Hamısı elmi problemi əhəmiyyətsiz hesab edir. Səsi zəif gəlirdi. Hamısının mənə güldüyünü təsvir etmək çətin deyil. Vincent Silver əminliklə maşınların xarab olma ehtimalına qarşı çıxır. Ona inanmalıyam. Mackenzie ümumiyyətlə maşına yanlış məlumatın yüklənə bilməyəcəyini irəli sürür. Ona da inanmağa məcburam. Amma maşınlar səhv edir. Bunu danmaq olmaz axı. Bütün bunların bir açıqlaması olmalıdır. Gözucu Susan Kelvinə baxdı. O gözlərini yummuşdu, sanardın yatıb, amma dərhal reaksiya verdi. Nəyi nəzərdə tutursan? Əgər biz hələ də doğru məlumatı yükləyib, doğru cavablar ala biliriksə, onda hər şeyi yoluna qoymaq olar. Maşın heç vaxt insanları özünə tabe etdirmək barədə düşünə, özünə pərəstiş formalaşdıra, adamları güdə bilməz. Mənə elə gəlir, Madam Jaqaşovska şimallılar haqqında danışanda elə bunu nəzərdə tuturdu. Elədir. Bəs maşının əks göstəriciləri hansı səbəbdən yaranır? Onu nə qıcıqlandıra bilər? Artıq mənə aydındır. Siz də başa düşmüş olmalıydınız. Açıq, aydın ortalığı qarışdırmaq istəyirlər. Maşınların idarə etdiyi dünyada heç bir ciddi qarşıdurma yaşana bilməz. Yəni bu və ya digər qrup öz mənfəəti üçün insan nəslinə zərər verə bilməz. Amma maşınlara olan inam itsə, idarə etmə səlahiyyətləri onlardan alınır və dünya yenə cəngəllik qanunları ilə idarə olunar. 4 regionun heç biri şübhələrimdən yayına bilmədi. İnsanların yarısı şərqdə yaşayır, təbii resursların yarıdan çoxu isə tropikdədir. Hər ikisi özünü dünyanın ağası kimi görə bilər. Onlar bu cəhətdən tarix boyu şimal tərəfindən təzyiq görüblər, alçaldılıblar. İntiqam almaq istəyinin olması kifayət qədər məntiqlidir, elə deyilmi? Digər tərəfdən Avropa əvvəlki möhtəşənliyini qoruyub saxlamağa çalışır. Axı bir vaxtlar dünyaya o ağalıq edib, yaddaşı heç nə hökmranlıq qədər qıcıqlandırmır. Həmçinin bütün bunlara inanmaq da çətindir. Şərqin də, tropikin də öz sərhədlərini genişləndirməsi üçün nə qədər desəz torpaq sahələri var. İkisi də sürətlə inkişaf edir. Nə hərbi macəralara sərf edəcək əlavə enerjiləri, nə də bekar adamları var. Avropanın isə keçmişlə bağlı şirin xəyallarından başqa heç nəyi yoxdur. Hərbi cəhətdən heçdir. Belə olan halda Steven, Susan dedi, sizin fikrinizcə bircə şimal qalır? Hə, eynən. Bay yerli həyəcanla dinləndi. Şimal indi bütün regionlardan güclüdür. Bu mövqeyini bir əsrdir qoruyur, amma get-gedə gücünü itirir. Tropik bölgə fironların zamanından bəri ilk dəfə sivilizasiyanın başını keçə bilər və şimallılar bundan ehtiyatlanır. İnsan hüquqlarını müdafiə cəmiyyəti şimallıların təşkilatıdır. Bildiyin kimi maşınlarla mübarizə apardıqlarını gizlətmirlər. Susan, onlar sadəcə azdır, amma üzvləri güclü insanlardır. Fabrik rəhbərləri, sənaye və kənd təsərrüfatı həmkarlar ittifaqlarının maşına itaət etməyə nifrət edən sədrləri, ambisiyalı egoistdilər. Bu insanlar özlərini ən doğru qərar verəcək qədər güclü hesab edirlər və başqalarından əmr almağı sevmirlər. Xülasə, maşının qərarlarını qəbul etməyən bu adamlar çox qısa zamanda dünyanın altını üstünə çevirə bilərlər. Susan,
Hər şey açıqlamaya uyğun gəlir. Dünya Polad Birliyinin 5 rəhbəri həm də həmin cəmiyyətin üzvüdür və onlar artıq məhsul istehsalındakı ləngimədən əziyyət çəkirlər. Almadendəki civə çıxaran Sinnabar konserni də Şimala aid idi. Onların sənədləri hələ də təftiş olunur, amma çox güman onun da əməkdaşlarının arasında cəmiyyət üzvü olub. Meksika kanalının 2 ay gecikməsinə səbəb olan Francisco Villafranca da həmin cəmiyyətin üzvü idi. Bunu çoxdan bilirik. Rama Vrasayanın da ora üzv olduğunu bilmək məni təəccübləndirmədi. Susan sakitcə dedi. Axı onların hamısı bu vəziyyətdə zərər çəkən qismindədir. Əlbəttə, Bayerli ürəkləndi. Maşının məsləhətlərini rədd eləmək, qumar oynamaq, hər şeyi şansın ixtiyarına buraxmaq kimi bir şeydir. Nəticələr onların gözlədiyindən də pisdir. Elədiklərinin cəzalarını çəkirlər. Hələ də səbəb olduqları bu hərc-məclikdə fürsətdən istifadə edib işləri yoluna qoyacaqlarını düşünürlər. Hə, bəs indi buna nə əncam çəkməyi düşünürsüz, Steven? Susan, vaxt qiymətlidir. Buna görə də mən tələsirəm. Təkid edirəm ki, cəmiyyətin fəaliyyəti qanuna zidd elan edilsin və onların üzvləri məsul vəzifələrdən azad olunsun. Bundan sonra isə idarə və texniki heyətə işçi qəbul olunanda onlar cəmiyyətin müdafiəsindən imtina andı imzalasın. Düzdür, bu təməl vətəndaş azadlığını məhdudlaşdırır, amma əminəm ki, Konqres bunun faydası olmayacaq. Nə? Niyə axı? Sənə nə olacağını qabaqcadan deyim. Əgər belə bir şey etsəniz, qarşınıza hər tərəfdən əngəl çıxacaq. Bunu yerinə yetirməyin qeyri-mümkün olduğunu görəcəksən. Bu istiqamətdəki bütün cəhdlərinizdə çətinliklə üzləşəcəksiniz. Bayerli təəccübləndi. Niyə belə deyirsiniz? Bu məsələdə məni dəstəkləyəcəyinizi düşünürdüm. Səhv qərarlar verildiyi zaman mən dəstək ola bilmərəm. Özün də qəbul edirsən, maşında problem ola bilməz. Ona yanlış məlumat yüklənə bilməz. Bir məsələ də var. Bunu mən də müəyyən mənada elə həmin cəmiyyət də deyir. Ona tabe olmağa yol verilə bilməz. Heç lazım da deyil. Sizinlə qətiyyən razılaşmıram. Onda qulaq asın. Maşın onun təlimatlarını yerinə yetirməyən icraçıların davranışlarını növbəti məlumatın bir hissəsi kimi qəbul edir. Buna görə də icraçıların itaətsizliyə meyilli olduğunu bilir. Bunu məlumatlara əlavə edir. Necəliyənə də baxır. Yəni itaətsizlik belə davam eləsə, bir müddət sonra vəziyyət necə ola bilər? Hamısını hesablayır. Cavabları səhv hesablayır ki, icraçı itaətsizlik edib onun dediklərini yerinə yetirməsə belə, rədd etməklə onun nəzərdə tutub demədiyi başqa avtomatik cavabları ideal şəkildə icra etmiş olsun. Maşın hər şeyi bilir, Steven. Siz belə əmin ola bilməzsiniz, sadəcə ehtimal edirsiniz. Bu ehtimal həyatım boyu robotlarla işləmək təcrübəmə əsaslanır. Mənə inansan yaxşı olar, Steven. Yaxşı, əlimizdə nə qaldı? Maşınlarda problem yoxdur. İşlədikləri məlumatlarda problem yoxdur. Bunu artıq müzakirə etdik. İndi deyirsən, bilərəkdən ya da bilməyərəkdən. Onlara qulaq asmamaq mümkün deyil. İstənilən halda onsuz da bizə düzgün saydıqlarını etdirirlər. Bəs eləsə, yolunda getməyən nədir? Özün cavab verdin. Problem yoxdur. Maşınlar haqqında ətraflı düşün, Steven. Onlar da bir növ robotdur. Birinci qanuna tabedirlər. Amma maşınlar tək bir adam üçün yox, bütün insanlıq üçün işləyir. Birinci qanun belə səslənir. Bir robot insan övladına zərər verə ya da hərəkətsiz qalıb, hansısa insan övladının zədələnməsinə icazə verə bilməz. Bax belə, Steven. Bəs insanlığa zərər verən nədir? Müxtəlif səbəblərdən yaranan iqtisadi böhran, elə deyilmi? Elədir. Bəs gələcəkdə hansı səbəblərdən iqtisadi problemlər çoxala bilər? Çalış, özün cavab tapasan, Steven. Bayerli könülsüz cavab verdi. Maşınların sıradan çıxmasını deyərdim. Sənin də eyni fikirdəyəm. Maşınların da özləri haqqında suala bu cür cavab verəcəyinə əminəm. Bu səbəbdən onların ilk vəzifəsi bizim rifahımız üçün özlərini qorumaqdır. Beləcə özlərinə təhlükə yaradacaq bütün adamların amilləri səssizcə nəzarət altına alıblar. Yəni ara qarışdıran təkcə insan hüquqlarını müdafiə cəmiyyəti deyil. Biz bu tabloya əvvəldən tərsinə baxırmışıq. Aranı qatan həm də maşınlar özüdür. Çox yox, azca. Onlar insanlığa zərərli ola biləcək qırqırıntını üstlərindən atmaq üçün oturduqları gəmini yüngülcə silkələyiblər. Buyur, bu da sənə nəticə.
Varsayanna fabrikini itirib heç kimə zərər verə bilməyəcəyi bir yerdə iş tapdı. Düzdür, yüngülcə zərər gördü, amma indi yaşam xərclərini ödəyəcək qədər pul qazanır. Maşınlar bəzən bütün insanları xilas etmək naminə bir insana yüngülcə zərər verə bilər. Cinnabar konserni Almadəndə idarəçiliyi itirdi. Villafranca artıq vacib layihələri idarə edən bir inşaat mühəndisi deyil. Dünya Polad Birliyinin sədrlərinin isə sənayedəki səlahiyyətləri laxlamağa başlayıb, yaxın zamanlarda hər şeyi itirəcəklər. Amma bunların hamısı sənin fərziyyəndə, Susan. Bayerli narahat halda israr etdi. Fərziyyəni əsasən necə riskə gedə bilərik axı? Sualsız filansız getməlisən. Xatırlayırsan, bu suala maşının öz cavabı nə oldu? Bu suala cavab tapmağınız yol verilməzdi, demişdi. Xüsusi izahatın olmadığını və ya izahat verə bilməyəcəyini demişdi. Çünki sənə heç bir izahat vermək istəməyib. Nə sənə, nə də bir başqasına. Başqa sözlə, məsələnin məğzininə bələd olmağın insanlığa zərər vura biləcəyini düşünür. Buna görə də ancaq bu ehtimala kifayətlənməliyik. Yaxşı, sənin haqlı olduğunu düşünək. Maşının bizə izahat verməyində zərərli nə ola bilər? Steven, əgər haqlıyamsa, bu deməkdir ki, maşın gələcəyimizi idarə edərkən sadəcə soruşduğumuz suallara cavab vermir. Dünyanın ümumi vəziyyətini və insanların psixologiyasını da dəyərləndirir. Bunu bilmək bizim keyfimizi poza, hətta qürurumuzu incidə bilər. Maşın isə bizi məyus edə bilməz, etməməlidir. Həm də axı Steven, insanlıq üçün nəyin yaxşı, nəyin pis olduğunu biz hardan bilərik? Maşınların bildiyi sonsuz sayda faktorları biz bilmirik. Sənə tanış olan bir nümunəni deyim. Texniki sivilizasiya yarandığı dövrlərdə məhvindən daha çox ziyan, bədbəxtlik və səfalət yaratmadı mı? Kim bilir, bəlkə də aqrar təsərrüfatda başı qarışan, mədəni səviyyəsi, əhali sayı daha aşağı olan sivilizasiya daha normal yaşayardı. Əgər belədirsə, maşınlar bizə bildirmədən bu istiqamətdə hərəkət etməlidir. Çünki bizim cahil ittihamlarımıza görə həmişə öyrəşdiyimiz şeylərin bizim üçün yaxşı olduğunu düşünürük. Dəyişikliyə qarşı mübarizə aparırıq. Bəlkə də insanlığın çıxış yolu ümumən urbanizasiyadadır, yaxud kassa rejiminə keçməkdə ya da mütləq anarxiyadadır. Biz bunu bilmirik. Təkcə maşınlar bilir. Doğru istiqaməti hədəfləyib irəliləyir, bizi də özləri ilə aparırlar. Onda Susan, belə çıxır ki, insan hüquqlarını müdafiə cəmiyyəti haqlıdır. İnsanlıq həqiqətən də öz müqəddəratını müəyyənləşdirmək, gələcəyini istədiyi kimi qurmaq haqqını itirib. Onsuz da insanlığın heç vaxt belə bir haqqı olmayıb. O, başa düşmədiyi iqtisadi və sosial güclərin insafına sığınmışdı. İqlimin, müharibələrin təklif etdiyi həyata uyğunlaşırdı. Ancaq indi maşınlar bütün bunları başa düşür və hər şey onların nəzarəti altındadır. Heç kim onlara mane ola bilməz. Maşınlar hamını, hətta cəmiyyətin özünü də idarə edəcək gücə sahibdir. Ən böyük silahları isə iqtisadiyyatımız üzərində hökmranlığıdır. Necə dəhşətdir. Əksinə, bu möhtəşəmdir. Bir düşün, insanlıq tarixi boyu bir daha fəlakət görməyəcək. Artıq bütün münaqişələrin qarşısı alına bilər. Bundan belə yeganə qarşısı alınmaz amil maşınlar özləridir. Söhbətin bu yerində kvars şüşənin arxasındakı alovlar söndü və yerində bir yığın tüstü və kül qaldı. Doktor Kelvin, bu qədər, deyib yerindən qalxdı. Mən zavallı robotların danışmağı bacarmadığı zamanlardan başlayaraq onların insanları məhv olmaqdan xilas edəcəyini bilirdim. Bundan artığını görə bilməyəcəm. Həyatımın sonuna gəlmişəm. Ömür bitir. Bundan sonrasını siz görəcəksiniz. Mən Susan Kelvini bir daha görmədim. O keçən ay 82 yaşında vəfat etdi. Son.